Qadınların çoxu niyə orqazmı təqlid edirlər? Səbəb düşündüyünüz kimi seks deyil. Çox vaxt qorxudur. Qarşı tərəfi incitmək qorxusu. Partnyorun məndə problem var deyə düşünməsindən çəkinirlər. Münasibətdə gərginlik yaranmasın deyə bir növ rol oynayırlar. Amma təəssüf ki, bununla məsələ həll olmur. Çünki təqlid problemi həll etmir, sadəcə gizlədir. Bir müddət sonra isə iki insan da saxta bir yaxınlığın içində yaşamağa başlayırlar. Sağlam seksual münasibətin əsası performans deyil, açıq ünsiyyətdir. İnsan öz ehtiyacını, istəyini, narahatlığını bütün çılpaqlığı ilə qarşı tərəfə bildirməyə lazımdır. Ən yaxın münasibətdə belə özünü tənha hiss etməməlidir. Əgər münasibətinizdə danışa bilmədiyiniz mövzular çoxalıbsa, bu təkcə seksual problem deyil, bu münasibətin problemidir və həll olmayan problemlər zamanla hər iki insanı yorur. Həll yolu isə var, əlbəttə ki var. Danışmağa, bir-birinizi görməyə başlayın. Lazım olsa dəstək almağa çəkinməyin. Bəzən münasibəti dəyişən şey bir-birinizi yenidən eşitməyi öyrənməkdir.